Getdik. Trump'dan geri attım. ABŞ-ın federal məhkəməsinə baxın ha, ABŞ-ın federal məhkəməsinə hərbi yardımlarla və maddi yardımlarla bağlı, maddi yardımların və hərbi yardımların kəsilməsi ilə bağlı Avropa Birliyi dövlətləri, Ukrayna və Avropada və dünyanın bir çox ölkələrində olan qeyri-hökumət təşkilatları, yəni QHT-lər, yəni ölkələri demokratiyaya daşımaq üçün olan o şeylər də, yəni medialar, Azərbaycanda o QHT-lər də tutub hamısını basıb İlham Əliyev içəri. QHT-lər də Meydan TV, Abzas Media, nə bilim, Kanal 13, hamısı QHT-lər. QHT-lər eləcə də o müstəntiq nə idi o? Ramin Səfərov, Rüfət Səfərov. Məhkəmə deməli, Avropa, Ukrayna, Avropa ölkələri və qeyri-hökumət təşkilatları Trump'ı verib federal məhkəməyə. Məhkəmə fevral ayının 13-də, yəni 2025-ci il bir neçə gün öncə, yəni 10 gün, 12 gün öncə məhkəmə qərar çıxardıb, federal məhkəmə ki, silah yardımı və maddi yardım bərpa edilsin, Trump'ın qərarı ləğv edilsin. Bilirsiniz ki, Amerikada prezidentin qərarını ancaq məhkəmələr götürə bilər, aradan qaldıra bilər. Yoxsa mümkün deyil. Və deyilən vətənəm, fevral ayının 13-də məhkəmənin bu qərarını Trump administrasiyası saymayıb. Məhkəmənin bu qərarına məhəl qoymayıbdır və məhkəmə dərhal yeni bir qərar qəbul edib. Bugün, daha doğrusu axşam, 2 gün ərzində yardımlar, hərbi yardımlar, götürülən öhdəliklər, maddi yardımlar Ukraynaya, Avropa Birliyinə, QHT-lərə 2 gün ərzində bərpa edilsin. Sadəcə bərpa edilsin, edilməsə nə edəcəklər onu yazmayıbdır. Ya böyük cərimə edəcəklərmi, ya nə edəcəklərmi. Amma ki, hər halda çox sərt qərarlardır və Trump'a qarşı çox sərt zərbələrdir. Bloomberg yazır, dünyanın ən böyük mediası, Bloomberg yazır, Fransa Maliyyə Naziri Erik Lombard, Fransa Maliyyə Naziri Erik Lombard deyib ki, Almanya, Fransa və İngiltərə Ukraynaya yaxın günlərdə ordu göndərəcək. Sülh məramlı adı altında Ukraynaya ordu göndərəcək və birbaşa savaşa soxmaq üçün göndərəcək. Yəni bu əsasən Ukrayna, Belarus istiqamət. Elə bir ki, çox güclü ordu göndərəcək. Yəqin ki, muzlular öndə gedəcək, bunlar arxada gedəcək, bilmirəm hələ. Deyilənədələrim və 3 ölkənin başda Almanya, Fransa və İngiltərənin görürsünüz mü? Ordu göndərmək, nə bilim, nə, bütün hərbi dəstək Almanyanın adı Fransadan, İngiltərədən sonra gəlirdi, eləmi. İndi Friedrich deməli, Merz Alman başkanın ətrafında olacaq. Almanya avangard rəhbər olacaq. Görəcəksiniz. Trump isə Avropanın Ukraynaya ordu göndərməsinə razılıq verib, yəni pis baxmır, belə deyil. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, o Zəki bəyə mən demişdim. Zəki bəy, Zəki qardaş, Zəki ağsaqqal, Zəki ağsaqqal. Zəki, bir dəqiqə pusat xəbərlərim davam eləyəcək. Bir dəqiqə. Peskov! Dəyərli vətənlərim, Peskov nə dedi? Peskov
Peskov ne dedi? Peskov. Rusya'nın prezidentin sözcüsü Peskov. Ve bir de bir ses atın. Bir ses atın. Zəki da yalnız gəl efirə çıxmamışdan qabaq mənə bir dəfə vızı var. Görüm. Çünki korobka qabağı kəsibdir. Sənin gəlməyini görəməyəcəm. Peskov ne dedi? Rusya prezidenti Putin'in sözcüsü. Mart'ın ortasına kadar Trump'tan Putin'in görüşmesi gözlenilir. Bunu dedi. Değerli vətənlərim, bir dəqiqə. Xəbərlərimiz devam edir. Özel xəbərlərlə. Trump migrantları qovur. Görünüm, yabıç adamdır. Ümumiyyətlə, siqan adamıymış. Mən xoşuma gəlmədi bu Trump. Ölkədən migrantları qovur. Amma bugün Trump danışır, deyir, qızıl kart satıram, deyir. Bu adam prezident deyir, bu adam alverçi adamdır. Bu adam hər şeyi satar. Deyir, qızıl kart satıram 5 milyon dollara. Yəni, deyir, özü belə deyir, Rusiyada mənim çox dostlarım var, milyonçu dostlarım. Bu qızıl kart alıb Amerikaya gəlmək istəyirlər, Amerikada yaşamaq istəyirlər. Baxın, dəyərli vətənə. Trump bilir ki, çox ölkələrdə savaş gedəcək, Rusiya darmadağın olacaq, çox ölkələrdə savaşa qoşulacaq və indidən alverə başlayıbdır. Trump deyir, mən qızıl kart satıram. Qızıl kart kim aldısa 5 milyona hər cürə yerdən hesab ödəyə bilər. Kim 5 milyon dollara qızıl kart aldısa hesaba ödəsin. Ona da bu çeçli puldur, bu təmiz puldur, belə deyilməyəcək. Sadəcə hesab budur, bu hesablara ödə, qızıl kartını gəl Amerikadan götür, ya sən gəlsin evinə. Yəni mənim çox deyib dostlarım var ki, milyonçu dostlar var. Onlar qızıl kart alıb müharibədən də gəlmək müharibədir, orada sıxıntı var, gəlmək istəyir Amerika. Açıqca dedi ki, qızıl kart alın, hamınız gəlin milyonçular Amerikaya. Yəni kasıfları qovub milyonçuları Amerikaya yığar. Bu kişilikdən deyil. Trump kişi hərəkət eləmir.